Sentyabrın 28-də Gəncədə 3-cü MDB oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sağ ol. Necəsiniz? Sağ ol, sən necəsən? Yaxşıyam, tərəfinizdəyim. Salam. Salam, mənim dostum. Salam, necəsən? Yaxşı. Salam, sağ olasın.